Növbəti bu günləri MİQ kimya 2026-cı ilə düşmüş, 2026-cı ildə düşmüş. Növbəti MİQ suallarına baxaq müəllimlər. Suallar dildən dilə gəlmiş suallardır. Ola bilər ki, mexaniki səhvlər olsun. Gəlin görək bu 20-ci sualda nə deyir? Deyir, reaksiya daxil olan maddə azot və hidrogen başlanğıc mol miqdarları. Deməli, azotu verib, üzərinə hidrogen gəlirik. 1 mol azot, 3 mol hidrogendən 2 mol amonyak yaradır. Yazırıq başlanğıc sərf tarazlıq. Deyir, azotun başlanğıc mol miqdarı n mol, hidrogenin başlanğıc mol miqdarı 2 moldur. Qabın həcmi 1 litrdir. Yazaq kənardan, lazım olacaq bizə. Deyir, reaksiyaya hidrogenin 75% reaksiya daxil olub. Onda hidrogenin 75% reaksiya daxil olub. O demək ki, K-nin 75%. K-nin 75%, 2-ni vururuq sırtam 175-ə, eləyir 1,5 n qədər. 1,5 n qədər hidrogen reaksiya sərf olunub. Onda 0,5 n qədər hidrogen sistemdə artıq vəziyyətdə qalacaq. İndi aydın məsələ ki, 3 mol hidrogen 1 mol azot sərf eləyir. Onda 1,5 n qədər hidrogen nə qədər azot sərf eləyəcək? Təbii ki, 0,5 n qədər azot sərf eləyəcək. Onda azotun sərfinə 0,5 n yazarıq. Azotdan artıq qalan 0,5 n olacaq. Deməli, sonda azotdan 0,5 n artıq qalacaq. Hidrogenin də 0,5 n artıq qalacaq və 0,5 n qədər azot təbii ki, n qədər amonyak yaradacaq. Niyə? Çünki 1 azot 2 amonyak yaradır. Onda sərf olunan 0,5 n qədər azot və yaxud da ki, sərf olunan 1,5 n qədər hidrogen də n qədər amonyak yaratmalıdır. İndi deyir ki, tarazlıq halında qabda 4 mol qaz qarışığı mövcuddur. Tarazlıq halında 0,5 n qədər azot qaldı, 0,5 n qədər hidrogen qaldı. N qədər də amonyak yaranıb, son anda tarazlıqda bizim qarışığımızda 2 n qədər qaz olacaq. Onda 2 n qədər qarışığın qazın mol miqdarı 4 mola bərabərsə n-imiz 2-dir. N-imiz 2-yə bərabərdirsə, gətirib yerinə qoysaq, gəlin onu da yerinə qoyanda başqa bir rənglə qoyaq. 2 mol deməli amonyak olacaq. 0,5 n, 2 vurulsun 0,5 1 deməkdir. 0,5 n azot, 2 vurulsun 0,5 1 deməkdir. Deməli, sonda əlimizdə 2 mol amonyak, 1 mol azot, 1 mol da hidrogen qalacaq. İndi deyir ki, gəl reaksiyanın tarazlıq sahibini hesabla. KT-ni hesablayanda sağdakı maddə amonyakdır. Qatılığı 2-dir, çünki qabın həcmi 1 litr olduğuna görə mola qatılıq kimi baxırıq. Əmsal 2 olduğuna görə kvadrata yüksəldirik. Bölürük 1 vurulsun 1-in kubuna. O da bizə verəcək 4. Doğru cavab 4 şəklində göstərilibdir. Metanın da karbon hidrogen rabitləri hansı orbitaların örtülməsi hesabına yaranır? Aydın məsələdir ki, metan, karbon ətrafına 4 dənə hidrogen yazırıq və burada karbon, mərkəzi atom karbon sp3 hibridləşmə vəziyyətindədir. Onun 4 dənə sp3 hibrid orbitalı var və karbon hidrogen arasındakı rabitlər sp3 s qapanmasını göstərir. Əgər onu indi imtahanda bilmirəm necə göstəriblər. Əgər şəkillə göstəriblərsə, orada deməli armud formasında elə bir hibridləşməni elə göstərir. Armud dairə qapanması deyək də 4 dənə sp3 s qapanması mövcud olacaq. Növbəti digər sualda deyir ki, asetilin aktiv kömür iştirakında reaksiyasından alınan maddə ilə qarışığın nə deyir? Asetilin aktiv kömür iştirakında reaksiyasından alınan maddə ilə qarışıqdakı birlik karbon atom sayı ikili karbon atom sayından 3 dəfə azdır. Gəlin görək nə deyir? Asetilin yazaq. C2H2 aktiv kömür iştirakında 3 mol asetindən 1 mol benzol C6H6 yaranır. Yazaq başlanğıc, sərf, son. İndi başlanğıcda asetilimiz nə qədərdir bilmirik. Deyək ki, x qədər asetilin var və hər öz əmsalı qədər məhculla sərf olunduğuna görə deyək ki, 3A qədər asetilin sərf olunub və sonda əlimizdə x çıxılsın 3A qədər asetilin artıq qalacaq və 3A qədər asetilin A qədər də benzol yaratmalıdır. Aydın məsələdir. Deyir, son qarışıqda, yəni asetilin və benzol qarışığında birlik karbon sayı ikili karbon sayından 3 dəfə azdır. Birlik karbon sayı ikili karbon sayından 3 dəfə azdır. Yaxşı, gəlin yazaq. Benzolu çəksək, benzolda 6 dənə karbon, 6-sı da ikilidir. Niyə? Çünki bax, bu nöqtə qoyduğum karbonların hərəsinin 2 dənə karbon qonşusu olduğuna görə 6 dənə ikili karbon var. Onda A mol benzolda 6 A mol ikili karbon olacaq. Asetilində gəlin görək necə yazarıq. CH 3 qat rabitə, daha doğrusu CH 3 qat rabitə CH. Və burada asetilində 2 dənə karbon, deməli birlik karbondur. Nəyə görə birlik karbondur? Çünki bu karbonların bir dənə karbon qonşusu vardır. Deməli, bunlar birlik karbonlardır. O zaman x çıxılsın 3A qədər asetilin qalıbsa sonda, 1 mol asetilində əgər 2 mol birlik karbon mövcuddursa, onda x çıxılsın 3A-da gəlin görək nə qədər birlik karbon mövcuddur. Bu deyiləcək 2x çıxılsın 6A qədər birlik karbon. Onda müəllif deyir ki, bu 6A-nın 2x çıxılsın 6A-ya nisbəti 3-ə bərabər olmalıdır. Çünki ikili karbon birlik karbondan 3 dəfə azdırsa, deməli, daha doğrusu birlik karbon ikili karbondan 3 dəfə azdırsa, bu demək ki, ikili karbon birlik karbondan 3 dəfə çox olmalıdır. Onda ikili karbonların sayı, yəni 6A-nı, birlik karbonların sayı, yəni 2x çıxılsın 6-ya böləndə, 6A-ya böləndə mən 3 tapmalıydım. Gəlin buradan tənliyi həll eləyək. 6A bərabər olacaq 6x çıxılsın 12A-ya. Buradan 18A bərabərdir 6x-ə.
X-imiz bərabərdir 3 aya. Deməli bir dənə baxaq. 18A. Aha. Deməli 6x çıxılsın 18. Aha, burada yox. Hesablamada səhv eləmişəm. Mən çox üzrlü hesab eləyin. Bir dənə bunu pozaq. 2 dənə üçün 6x çıxılsın 18A yazmalıyım. Çox üzrlü hesab eləyin. 18A yazmalıydım. Buradan da 24A bərabərdir 6x-ə. O zaman x-imiz bərabər olacaq neçəyə? 4a-ya. X-imiz 4a-ya bərabərsə gətirib burada yerinə qoyanda, deməli əvvəldə mən 4a qədər asistliyin götürmüşəm. 4a qədər asistliyin 3a-sı sərf olunsa, deməli neçə faizi sərf olunub? 75% sərf olunub. Onda reaksiyanın çıxımı 75%-ə bərabər olacaq. Doğru cavab reaksiyanın çıxımı 75% götürməli idik. 22 tamamlandı, keçirik 23-ə. 23-də gəlin görək bizə nə deyir? Deyir ki, 0,25 mol alkadenin yanmasından alınan maddənin kütləsi qrafdəki kimidir. İndi alkaden yazılır, CnH çıxılsın 2, üzərinə gəlirəm 3n çıxılsın 1 bölünsün 2 mol oksigen. Reaksiya zamanı n mol karbon qazı əmələ gəlir, n çıxılsın 1 molda H2O maddəsi əmələ gəlir. İndi deyir ki, bu alkadenin yanmasından alınan maddələrin kütləsi qrafikdə verilmişdir. İndi 1 molun yanmasından əgər 44 n qram karbon qazı yaranırsa, biz burada görürük ki, 1 moldan 44 n qram karbon qazı əmələ gəlməlidir. Onda 0,25 mol da yanmasından 11 n qram karbon qazı yaranmalıdır. Və müəllif deyir ki, burada nə deyir? Alınan maddələrin kütləsi qrafikdəki kimidir. Kütlə nə qədər veribdir? Kütlə burada tam görsənmir müəllimlər. Biri m-dir, biri desən m üstəgəl 57-dir. Qoy bir baxım diqqətlə müəllimlər. Dəqiqləşdirim kütləni. Sonra. Aha, müəllimlər orada soruşdum. Dedilər m üstəgəlsin 37 qramdır. M üstəgəl 37 qram. Deməli 11 n qram karbon qazı əmələ gəlir. 11 n qram normalda karbon qazı əmələ gəlməlidir. Belə deyək də, onda gəlin siz bunu belə hesablayaq. Əgər kütlənin konkret m üstəgəl 37 veribsə, normalda biz bilirik ki, əmələ gələn suyun kütləsi 18-dən çıxılsın 18 qramdır. Karbon qazında kütləsi 44 n qramdır. İndi mən 0,25 mol hesablayıramsa, bunu 4 dəfə azaltmalıyam da. Onda karbon qazının kütləsi 11 n qram olacaq. Suyun da kütləsi 4 dəfə azalanda 18 n çıxılsın 18-i 4-ə bölməliyəm da. Çünki 0,25 molla hesablayırıq axı. Onda gəlin bir dənə onu da hesablayaq. 0,25-i vuraram 18-ə, eləcə 4,5-in. Onda bax, karbon qazının kütləsi 0,25 mola görə 11 n qram olmalıdır. Suya görə də kütlə olmalıdır 4,5-in, çıxılsın 4,5. Onda bunların kütlə fərqi bizə neçə verəcək müəllimlər? Deyir 37 qram verməlidir. Çünki bizə deyir ki, biri m üstəgəl 37 qram alıb, biri m qram alıb. Yəni karbon qazının kütləsindən 0,125 mol alkadenin yanmasından əmələ gələn karbon qazının kütləsi m üstəgəl 37-dir. Suyun da kütləsi m qramdır. Onda bunları m üstəgəl 37-dən m çıxsaq bizə 37 qram verməlidir. Mən də düstura görə 0,25 molunu hesablayanda karbon qazı 11 n qram əmələ gəlməlidir. Su da 4,5 çıxılsın 4,5 yaranmalıdır. Bunların kütlə fərqini 37 qram qeyd eləməliyəm. Buradan tənliyə həll etsək 11-dən çıxaram 4,5-i. Mənə verər 6,5 n bərabərdir. Burada mənfi ilə mənfi müsbət verir. Müsbət 4,5 sağa keçirdəndə 37-dən çıxacağım 4,5-i. Bu da mənə verəcək 32,5. 32,5. Onda 6,5 n 32,5-ə bərabərsə 32,5-i böləndə 6,5-ə n-imiz bərabər olacaq 5-ə. N-imiz 5-ə bərabərsə bu 5 karbonlu alkadendir və bu deyir ki, bunun cis transferi yoxdur. Yaxşı, cis transferi yoxdur. Sonra mən bunu necə müəyyənləşdirə bilərəm? Deməli, belə deyək də, baxın, 5 karbonlu alken və cis transferi olmasın. Onda mən bunu belə yaza bilərəm. Deməli, cis transferi olan alken yox, alkaden daha doğrusu üzr istəyirəm. Alkadendir və cis transferi yox var. Daha doğrusu cis transferi olan alkaden deyir. Yaxşı oxumadım, uzaqdan deyir cis transferi olan alkadeni müəyyən edin. Aha, yaxşı, cis transferi varsa, onda mən bunu belə tapa bilərəm. CH2 2 qat rabitə CH, CH 2 qat rabitə CH, CH2. İndi nəyə görə belə düşündüm? Daha doğrusu CH3. Nəyə görə belə düşündüm? Baxın, bu 5 karbonludur, bəli. 1, 2, 3, 4, 5. 5 karbonludur. Aha. Daha sonra davamında biz bunu necə düşünə bilərik ki, nəyə görə bunun cis transferi var? Gəlin bunun açıqlamasını verək. Baxın, açıq şəkildə yazsaq, CH2 2 qat rabitə CH. Daha sonra C yazıram, hidrogen yazıram, 2 qat rabitə yazıram, C yazıram, hidrogen yazıram, CH3 yazıram. Bu 2 qat rabitəli karbonların hər ikisinə müxtəlif atom qrupları birləşibdir. Bax, buna hidrogen və vinil radikalı, buna da hidrogen və metil radikalı birləşib və bunlar üçün ortaq nöqtə var hidrogen. Hidrogenlər müstəvinin bir tərəfinə keçəndə cis izomerlik, müxtəlif tərəflərinə yerləşəndə keçəndə transizomerlik əmələ gəlir və istənilən təqdirdə bu cis transizomerlik yarada bilir. Onda bu maddənin, bu alkadeni əgər beynəlxalq üsulla adlandır desələr, nömrələməni 2 qat rabitə yaxın olan tərəfdən aparırıq və olacaq bu pentadin
1 və 3. Niyə görə? Çünki birinci və üçüncü karbonlardan 2 qat rabitə çıxmışdır. Belə 24-də də bizə deyir ki, X maddəsi qızdırılanda dehidraflaşaraq Y maddəsini yaradır. X maddəsi burada təbii gips olub deyəsən, kalsium SO4 rulesunun 2H2 olub. Bunu qızdırıblar. Qızdırma nəticəsində 180 dərəcəyə qədər qızdırılanda təbii gipsdən alibastr alınıb. Alibastrın formulu kalsium SO4-dən 2 dənə vurulsun 1H2O, əlavə olaraq da 3 mol su əmələ gəlib və burada təbii gipsdən 2 mol götürülməli idi. Və əmələ gəlmiş alibastr Y maddəsi alibastrdır. Təzədən bu alibastrın üzərinə suyu gəlsək, geri qayıdıb qısa çevrilə bilər. Nəsə, məsəl mən indi görməmişəm variantları. Belə bir şey olubdu. Ona görə də təbii ki, alibastr kimi qəbul edə bilərik cavabları.